ABŞ müəyyən şəraitdə İrana qarşı döyüş əməliyyatları apara bilər. Baku Postas xəbər verir ki, bu barədə Fox News telekanalına müsahibəsində ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff bildirib. Biz bütün məsələləri hərbi yolla həll etməyə ehtiyac duymuruq. Lakin bu o demək deyil ki, əgər bizi müəyyən bir həddə gətirsələr, biz döyüş əməliyyatlarına əl atmayacağıq. Biz bunu müəyyən şəraitdə edəcəyik deyə o müvafiq suala cavabında bildirib. Witkoff əlavə edib ki, ABŞ prezidenti Donald Trumpın mövqeyi İranın nüvə bombasına sahib olmamasıdır. Biz onların nüvə arsenalı yaratmağa başlamasına imkan verə bilmərik. Bu baş verməməlidir deyə diplomat qeyd edib. Daha əvvəl oxşar fikri ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Mike Waltz da səsləndirmişdi.